Məmmədov Çingiz Haqverdiyoğlu 1973-cü il Sumqayıt şəhərində anadan olmuş. ...94-cü ilin yanvar 26-sı Qoradiz ərazisində mina partlaması nəticəsində sağ ayağımı dizdən yuxarı itirmişəm. Qazaxlar kəndi var, Əhmədalılar, Qazaxlar yanmayan belə kəndlərdir. Qoradizin ətrafında. Kəndə girişində düşdüm mən minaya. Yəni uşaqlar oradan sonra məni çıxartdılar, yanvarın 26-sı. Ümumi cəbhə boyu hücum idi. Oradan Beyləqandan da ayrı gətirdilər məni vertolyotla Semaşkaya, Bakıya. Sonra 3 ay elə balnisalarda belə reabilitasiya ola-ola ayağımı amputasiya elədilər birinci. Əlillikdən sonra bir balaca çətinlik oldu psixoloji. Çünki uşaqlıqdan ki, idmanla məşğul idim, yəni hərəkətli həyatım var idi, belə deyək. Əlillikdən sonra beynimdə o fikir ancaq formalaşdı ki, yəqin artıq belə qalacam bir küncdə, belə deyək, qapanacam özümə, həyat durdu. Çünki əlil həyatına öyrəşmək hələ beynimdə hazır deyildim ona. Şükürlər olsun ki, o elə həmin o 4 ayın içində yox oldu, getdi demək olar. ...2008-dən artıq 15 ildir oturaq voleybolla məşğul. 2010-cu ildə yığma komanda statusu alıb. Yəni komandamız, milli yığma komandası statusu almışıq. 11-ci ildən də beynəlxalq turnirlərdə başladıq iştiraka. Ən böyük nəticəmiz 2017-də oldu. Bosniya, Sarayevada, paytaxtında. Beynəlxalq turnir idi, 3-cü yer tutdu orada. İdmançı üçün ən böyük perspektiv millinə üzv olmaqdır. Bizdə yaxşı oyunçusansa, konkret millinin oyunçusu olursan, özdə nə şərəfli sənin üçün. Azərbaycanı təmsil edirsən, himnini çalırlar, bayrağı beynəlxalq arenalarda qaldırmaq nəsib olur sənə. Yəni, ən yaxşı idmançı arzuladığı arzuları burada qoyurlar qarşımıza ki, qardaş bu var, sadəcə məşğul olmaq lazımdır. İdmanda da ki, idmanda yenə deyirəm, idmançının ən çox istədiyi arzu nədir? Hansısa bir böyük nailiyyət Azərbaycan adına qazanmaq. Allah bizə nəsib eləsin. Dövlət qayğısı, yəni əlilliyimlə əlaqədar, yəni mənə dövlət tərəfindən nə təmin olunmalısı olmuşam. Yəni əlilliyimlə əlaqədar mənə pensiya kəsilib. Prezident təqaüdü alıram əlilliyimlə əlaqədar. İndi gördüyünüz olduğumuz evimi 2005-ci ildə dövlətim verib mənə, dövlət tərəfindən verilib. Avtomobillə təmin olunmuşdum, 99-cu ildə AK avtomobili vermişdilər. Yəni lazım olanda da bərpa prosesi keçmək üçün heç bir problem yoxdur. Bizdə burada Sumqayıtda reabilitasiya mərkəzi var. Ona müraciət edib əgər hər hansı bir sıxıntımız olursa sağlamlığımıza əlaqədar. Yəni dövlətimizin bugün bizə yaratdığı şərait məqbuldur. Yəni heç bir problemimiz yoxdur.